inşallah. İnsan nə qədərən, yəni kəvnən səbəb olmayan bir şeyi, nə də şər'an səbəb olmayan bir şeyi səbəb götürərsə, səbəb bilərsə, kiçik şirkə düşür. Bunu nəyə görə deyiblər axı, belə tərif olaraq? Sən özün altında bir çox şeyləri biləcəksən. Bunu bilsən, özün altında bir çox şeyləri. Məsələn, göz muncuğu nəyə görə olmaz? Taxmaq. Məsələn, ələ yox. Qədər dəyişir ona görə. Dəyişmir, yox. Ona görə yox. Məsələn, qara bağlayırlar. Məsələn, qapıdan at nalası. Hə? Başa düşməz heç biriniz. O səbəb deyil, o nalı asmaq gözdən qorumur. Gözümüzü asırsa buna göz dəgəcək görək ki, belə deyil. Amma bu ona səbəb deyil ki, onu saxlayacaq. Hə. O qarşısını ala biləcək bir səbəb. Başa düşün axı. Baxın, bir də deyirəm, sonra izah edəcəm. Bir insan nə qədərən səbəb olmayan bir şeyi. Qədərən burada bir sinə dəxil ola bilirsiniz, bu sözü başa düşmürsünüz. Qədərən kəvnən, yəni təcrübədən keçməyən bir şey. Dünyavi cəhətdən, yəni insanların urfunda, təcrübəsində qadaran. Allah Taala bunu qədərən səbəb etməyib. Məsələn, su susuzluğa aparır. Yemək aclığı, bu qədəri səbəbdir. Allah Subhanahu və Teala belə qoyub, yəni övladın istəyirsənsə olsun, evlənməyi səbəbdən tut. İş, pul səbəbdən tut. Xəstələnmirsən, həkimə səbəb. Aydındır, bunlar hamısı qədərən səbəbdir. Allah razı olsun axı. Allah Subhanahu və Teala qadaran bunlar hamısı səbəb edib. Qadaran səbəb bu insanların təcrübəsində bilinən, baş verib, götürülüb, görsənən. Aydındır axı. Hamı bilir ki, insan məsələn xəstələndə baş ağrısı dərmanı, bir dənə aspirin məsələn atır, keçir. Yəni bu səbəbdir də. Bir də var, şər'an, şəriət səbəb deyib, bunu buna səbəb deyib. Məsələn, bir qardaş xəstələnib. Deyir, gəl ruqya elə. Deyirəm, qardaşım, bu oxuyursan ruqya. Bunun bu xəstəliyi şəfaya, sağalmağa, nə kimi? Bu buna. Baxın axı, ruqya sehirdən, bədənə cin girib. Deyir, get, ruqya oxuyan çağır. Deyirəm, qardaşım, bu ruqyanın bu bədənə cin girməyə nə kimi əlaqəsi, yəni səbəbdir bu, bunu. Kim qoyub bu səbəbi? Şəriət. Aydın, indi bir də deyirəm qaydanı. Nə qədərən səbəb olmayan bir şey. Bir insan nə qədərən səbəb olmayan bir şey, nə də şər'an səbəb olmayan bir şey. Səbəb bilərsə, götürərsə, kiçik şirkə düşür. Gəlin baxaq göz muncuğuna. Qadaran. Məsələn, bir insana göz dəyib. Göz dəymə haqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Əl-əynu haqqun. Göz dəymə haqdır. Göz dəyib insana. Getdin dükana girdin, 5 manat verdin, muncuq aldın. Göz muncuğu. Astın boğazından. Bunun, bu muncuğun, yaxud biri 15 manat verdi. Bu biraz daha yaxşıdır. Biri 20 manat aldı. Bu muncuğun, dəmirlərin göz dəyməyə nə kimi əlaqəsi var ki? Qadaran səbəbdir? Yox, qardaşım. Yəni bu özündən çıxartmısan, öz fəlsəfəndir, imanındır, inancındır. İnsanlar içərisində təcrübədən keçib ki, muncuğu assan deməli bu qadaran səbəb deyil, bunu bildik. Sual. Yo, şəriətdə gəlib ki, göz muncuğu al. Quranda sünnədə var. Biz deyirik ki, gətir. Sübut edə bilməsən ki, şəriətdə göz dəymə üçün muncuq asmalısan, biz deyirik ki, şəriət də səbəb deməyib onu. Yoxdur. Şəriət göz dəyəndə göz muncuğu səbəb deməyib, dəmir alas. Deməli, şəriət də bunu deməyib. Bir şey ki, nə qadaran səbəbdir, nə də şər'an səbəbdir. İnsan onu səbəb bilirsə, bu olur nə? Kiçik şirk. Məsələn, biri qara bağlayıb. Deyir, vallahi deyir, bəlaların gəlməsindən qorxuram. Deyirlər ki, ip bağla. İp, qara. Bu qadaran səbəbdir, bəlanı qaldırmaq üçün. Bu bağladığın ip var ya bura. Sənin başıma gələn bəla var ya, onun qalxmasına nə kimi səbəbi bu? İpdir də bu. Qadaran səbəbdir? Yox. Şər'an səbəbdir? Yox. Deməli, bu kiçik şirkdir.